Mən Ülkər Əliyeva, Baku Medical Plaza Klinikasının cərrah mama ginekoloqu. Bugünkü pasiyentimiz haqqında sizin üçün qısa məlumat verim. Adı Jessicadır, özü Nigeriyadandır. Bir müddətdir ki, Azərbaycandadır, jurnalistdir və ikinci keysəriyyə əməliyyatı üçün bizə müraciət eləyib. Onu deyim ki, qısa bir müddətdə tanışdığımıza baxmayaraq, bir-birimizi ilk saniyələrdə, ilk günlərdən belə çox yaxşı anlaşmışıq. İnşallah ki, bu əməliyyatımızla uğurla başa çatar. Okay, so hello, my name is Jessica. I'm a Nigerian. I work here as a journalist in Baku, and I'm currently here to have my baby. This is going to be my second child, and I'm really excited. I can't wait to meet my baby. And I'm happy to be working with Dr. Roka. So yeah, she's been very supportive. She's been very helpful. She's always checking on me. So it kind of makes me feel special. So yeah, I'm happy. I just can't wait to meet my baby. I'm tired. It's been a very long 9 months. So I can't wait to meet my baby. Təbrik edirəm, böyük qız olsun. 2 kilo 670, 48 boy. Dara gəldi. Xoş gəlmişsən Azərbaycana. Təbrik edirəm Jessica.